Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü dərsimiz impuls, enerji saxlanma qanunları. İlk öncə cismin impulsunu aydınlaşdıraq. Cismin impulsu, cismin kütləsi ilə onun sürətinin hasilinə bərabər olan vektorial fiziki kəmiyyətə impuls deyilir. Düz skalya kimi vermişik, ümumi yadda qalsın deyə. P bərabərdir mv. Impuls deməli həm kütlədən, həm də sürətdən asılıdır. Cismin impulsunun vahidi kiloqram vurulsun metr bölünsün saniyə kimi verilir. Deməli, vahidimiz budur. İndi cisim əgər çevrə üzrə hərəkət eləyərsə, çevrə üzrə hərəkətdə sürətin düsturu V bərabərdir omega R yazmaq olar. Onda impuls olacaq M omega vurulsun R. Və yaxud da V-nin əvəzinə 2pi Rn yazsaq, onda impulsumuz 2pi R M olacaq. Və yaxud da 2pi R bölü T yazmaq olar. O zaman impulsumuzda P bərabərdir 2pi R M bölünsün T olacaq. Qüvvə impulsu. İndi biz bilirik ki, əvəzləyici qüvvənin ifadəsi F bərabərdir MA-dır. Bu ifadədə mən A-nın yerinə V-V0 bölünsün T-ni yazıram. Onda delta T-ni vurub digər tərəfə keçirdikdən sonra F delta T M-i də vurub açsam hər birinə MV çıxılsın MV0. Buradakı MV kəmiyyətinə deyəcəm cismin impulsu. MV0 isə cismin başlanğıc impulsu deyəcəm. Nəticədə alıram ki, F delta T'miz bərabərdir P çıxılsın P0 olacaq. P çıxılsın P0'a da 1 əgər delta P desək dəyişməni göstərir çünki onda cismin impulsu üçün alarıq ki, delta P bərabərdir F delta T. Buradakı F delta T adlanır qüvvə impulsu. Vahidi Newton vur saniyədir. Newtonun əsas vahidlərindən kiloqram vurulsun metr bölünsün saniyə kvadratı kimi açsaq, qalacaq elə saniyələr ixtisar edincə kiloqram vur metr böl saniyə. Deməli, qüvvə impulsunun da vahidi impulsun vahidi kimi eyni olacaq. FT qrafikində sahə bizə həmişə deməli, verəcək cismin impuls dəyişməsini. Uşaqlar bəzən bunu həmişə cismin impuls olaraq götürürlər. Impuls deyil, impuls dəyişməsidir. Ən çox da səhvlər ha vaxt çıxır. Deməli, əgər cismə başlanğıc impuls verilərsə və yaxud da başlanğıc sürət verilərsə, artıq impulsa bərabər olmağı səhv çıxacaq. Amma cisim sükunətdən hərəkət eləyəndə bir problem olmur. Deməli, burada üçbucaq verilib bizə sahəmiz. Üçbucağın da sahəsi katillər asinin yarısına görə FT bölünsün 2 ilə təyin olunacaq. Eyni zamanda PT qrafikində deməli, bucağın tangensi delta P bölünsün delta T-ni verəcək bizə. Yəni, bu hissəmiz deməli, bu hissə bizə delta P-ni verir. Bu hissə də delta T-ni verir. Ona görə tangens alfa delta P bölü delta T o da bizə verəcək cismə təsir edən qüvvəni. Eyni zamanda delta P bölü delta T kəmiyyəti ümumiyyətlə yadda saxlayın. Bölmə işarəsi harada varsa ya orada bucağın tangensi olacaq və yaxud da ki törəmə olacaq. Yəni qüvvə bizdə impulsun zamana görə birinci tərtib törəməsinə bərabərdir. İndi cismin impuls dəyişməsinin tapılması. Çevrə üzrə hərəkətdə cismin impulsu sürətlə eyni istiqamətdədir. Qüvvə impulsu isə qüvvə vektoru ilə eyni istiqamətdədir. Yəni, çevrə üzrə hərəkətdə mərkəzə doğru yönəlir. İndi, burada da qeydləmişik ki, P ilə V eyni istiqamətdədir, F ilə də F delta T eyni istiqamətdədir. İndi, 6'da 1 periodda impuls dəyişməsini hesablayırıqsa, 6'da 1 periodda impuls dəyişməmiz deməli, olacaq nə? Deməli, olacaq delta P, M delta V olacaq. Yəni, onu da biz yazanda MV, o da bərabər olacaq P-yə. 4'də 1 periodda əgər yazası olsaq, delta P, M delta V olacaq. 4'də 1 periodda sürət dəyişməsinin əvvəlki dərslərdən bilirik ki, kökdə 2 V-yə bərabərdir. Onu da yerinə yazanda alacaq kökdə 2 MV və yaxud da kökdə 2 P. Bunlara uyğun olaraq 6'da 1'ə uyğun, 6'da 5'də sürət dəyişməsi eyni olduğuna görə, yəni V-yə bərabər olduğuna görə impuls dəyişməsi də eyni şəkildə P-yə bərabər olacaq. Və yaxud da 4'də 3'də sürət dəyişməsi kökdə 2V olduğuna görə impuls dəyişməsi də yenə kökdə 2P olacaq. Bunlarda onsuz da 6'da 1, 6'da 5 eyni şəkildə baş verir dəyişmələr, 4'də 1, 4'də 3'də eyni şəkildə baş verir. Və son olaraq da təbii ki, yarım period ərzində impuls dəyişməsinə baxsaq, yarım periodda olacaq 2MV və yaxud da 2P. Tam periodda isə
impuls dəyişməmiz sıfıra bərabər olacaq. Çünki tam periodda sürət dəyişməsi də sıfıra bərabərdir. İndi əgər cisimlər eyni istiqamətdə hərəkət eləyərsə, o zaman bunların impuls dəyişməsi mv1 çıxılsın mv2. Hansı böyükdürsə, böyükdən kiçik çıxarıq impulsda. Əgər cisimlər qarşı-qarşıya hərəkət edirsə, birinin digərinə nəzərən impuls dəyişməsi delta P mv1 üstəgəl mv2 olacaq. Əks istiqamətdə olduğuna görə. Eyni şəkildə, əgər cisim yerlə elastiki toqquşursa, bu nə demək? Yəni cisim V sürəti ilə dəyir, eyni V sürəti ilə də geri qalxır. Bu oxşuyur bizim bir əvvəl yazdığımız, yəni qarşı-qarşıya hərəkətə oxşuyur bir növ. Ona görə burada impuls dəyişməmiz 2P və yaxud da ki 2mv şəklində təyin olunacaq. Cisim əgər yerlə qeyri-elastiki toqquşarsa, qeyri-elastiki toqquşma nədir? Cisim yerə dəyir, yapışır orada qalır. Yəni sonrakı hərəkəti yox, sürət sıfırdır. Ona görə qeyri-elastiki toqquşmada impuls dəyişməsi sadəcə mv olacaq. Bu şəkildə təyin olunacaq. Deməli, impulsun saxlanma qanunu. Cisimlər sisteminin toqquşmadan və yaxud da parçalanmadan qabaqçı impulslarının həndəsi cəmi parçalanmadan və ya toqquşmadan sonraki impulsların həndəsi cəminə bərabər. Yəni P1 ilə P2-nin cəmi P1 iştirik üstəgəlsin P2 iştirik. Bu da əgər açası olsa, olacaq nə? Olacaq mv1 üstəgəlinsin m2v2, mv1 iştirik üstəgəlinsin m2v2 iştirik olacaq. Biz impulsun saxlanma qanunundan reaktiv hərəkətdə ən çox istifadə edirik. Reaktiv hərəkət nədir? Deyir ki, cismin özü bir istiqamətdə hərəkətlədiyi zaman ondan qopan bir parça əks istiqamətdə hərəkət eləyərsə, buna reaktiv hərəkət deyəcəyik. Reaktiv hərəkətdə sistem belədir. Əgər hərəkət əvvəldən yoxdursa, demək impuls sıfırdır. Hərəkətə gələndə raket qalxır yuxarıya, ondan çıxan alov və yaxud da qaz əks istiqamətdə çıxır. Deməli ki, bunların ikisinin də həndəsi cəmi sıfır olmalıdır. Ona görə sadə şəkildə biz bunu necə yadda saxlayırıq? Həmişə yadda saxlayırıq. Reaktiv hərəkətdə, məsələn, raketin impulsu ilə, məsələn, çıxan qazın impulsları bir-birinə bərabərdir. Açırsan M raket, V raket, M qaz, V qaz. İndi orada nəyi istəyərsə sənə, məsələn, mən axtarıram raketin sürətini. Raketin sürətini axtarıramsa, M qaz vurulsun V qaz bölünsün M raket olacaq o da. İndi əgər cisimlər eyni istiqamətdə hərəkət eləyərlərsə, onda impulsun saxlanma qanununa görə toqquşmadan qabaqçı cisimlərin impulslarının cəmi toqquşmadan sonrakına bərabər olmalıdır. Yəni, nədir? M1V1 üstəgəl M2V2 bərabər olmalıdır. M1 üstəgəl M2 vur V. Buradan da biz alırıq ki, son sürət tapanda M1V1 üstəgəl M2V2, M1 üstəgəl M2 olacaq. Əgər cisimlər əks istiqamətdə hərəkət eləyirlərsə, o zaman impulsun saxlanma qanununa görə M1V1 çıx M2V2, M1 üstəgəl M2 vurulsun V-yə bərabər olmalıdır. Və yenə təbii ki, V-ni tapanda alacaq M1V1 çıx M2V2 bölünsün M1 üstəgəl M2 olacaq. Cisimlərdən əgər biri sükunətdə olarsa, onda ikincinin sürəti olmadığına görə, deməli, onun impulsu da yoxdur. Yəni, M1V1 bərabər olmalıdır M1 üstəgəl M2. Onda deməli, mən toqquşmadan sonraki sürətini taparamsa, M1V1 bölünsün M1 üstəgəl M2 olacaq. İndi sistemin bir də impulsun tapılması var. Deməli, bu necə tapılır? Əgər cisimlər eyni istiqamətdə hərəkət eləyirsə, o zaman sistemin impulsu ayrı-ayrı cisimlərin impulslarının cəminə bərabər olacaq. M1V1 üstəgəl M2V2. Əgər cisimlər əks istiqamətlərdə hərəkət eləyirsə, o zaman sistemin impulsu P1 çıxılsın P2 kimi yazacaq. İndi ədədi qiymət istəyirsə, təbii ki, burada modulda biz götürəcəyik. Gəlin baxaq. Enerji. Cismin iş görmə qabiliyyətini xarakterizə edən fiziki kəmiyyətə enerji deyilir. İstənilən enerji harda baxırıqsa, enerjinin vahidi bütün yerlərdə joule olaraq qəbul olunur. Deməli, enerji vahidimiz joule'dur. İstəyirsiniz bölünə bir dənə qeyd kimi düşək, bölündə qalsın. Bir dəqiqə. Deməli, vahidi enerji 1 joule. Deməli, enerji ümumiyyətlə iki yerə bölünür. Bir cismin hərəkət enerjisi, bir də qarşılıqlı təsir enerjisi. Cismin hərəkət enerjisi onun kinetik enerjisidir. Deməli, kinetik enerjinin ifadəsi mv kvadratı bölünsün 2-dir.
Bu ifadəyə əsasən cismin kinetik enerjisi kütlə ilə düz, sürətin kvadratı ilə asılıdır. Yəni kvadratik. Əgər əvəzləmə aparsaq, nə kimi əvəzləmə apara bilərəm mən? Əvəzləmə aparanda, məsələn, yazmaq olar V-nin yerinə məsələn P bölünsün M yaza bilərik. Birinin yerinə yazıram. Yazsam əgər yerinə, onda YK bərabər olacaq. Nəyə? Olacaq PV bölünsün 2. Bu ifadəyə əsasən kinetik enerji impulsdan düz, sürətdən düz asılıdır. Təbii ki, hansından düz asılıca digər kəmiyyət sabit olmalıdır. Digər bir əvəzləmə daha aparsam. Yəni, yenə məsələn V-nin yerinə məsələn yazıram P bölünsün M. Onda olacaq P kvadratı bölünsün 2M alınacaq. Deməli, bu ifadəyə əsasən P kvadrat bölü 2M-ə görə kinetik enerji P-dən kvadratik, kinetik enerji M-dən asılı tərs mütənasib. Deməli, bu məsələlərdə həmişə diqqətli olmaq lazımdır. Baxmaq lazım ki, verilən kəmiyyətlərdən sabiti hansıdır? Məsələn, əgər sənə deyirsə ki, cismin sürəti sabitdir, verilmiş və yaxud bərabər sürətlə hərəkət edən cismin kinetik enerjisinin, məsələn, kütlədən asılı qrafiki nətərdir? Təbii ki, düz götürəcəksən mv kvadratı bölü 2-yə görə. Amma sənə desə ki, məsələn, cismin impulsu sabit olarsa, o zaman kinetik enerjinin kütlədən asılı qrafiki. Demək, onda artıq sən götürəcəksən P kvadratı bölü 2M. Onda YK M-dən asılıdır, tərs mütənasib. Cisim əgər çevrə üzrə hərəkət edirsə, çevrə üzrə hərəkət üçün biz yazmışıq ki, F bərabərdir M-a, Newtonun ikinci qanunu. A-nın əvəzinə gəl V kvadratı bölü R yazsam, R-i vurub keçirəm o tərəfə, MV kvadratı bərabərdir FR. İfadənin hər iki tərəfini 2-yə bölsəm, onda alınacaq nə? Məsələn, bunu 2-yə bölürəm, bunu 2-yə bölürəm. Burada görürük ki, nə var? MV kvadratı bölünsün 2 var. MV kvadratı bölünsün 2 kinetik enerjidir. O da olacaq FR bölünsün 2. Uşaqlar bunu yadında saxlayana həmişə mən uşaqlara Fransa bölünsün 2 deyirəm uşaqlara. Bu da çevrə üzrə hərəkətdə cismin kinetik enerjisi. İndi gəldik cismin qarşılıqlı təsir enerjisi. Cismin qarşılıqlı təsir enerjisi potensial enerjidir. Biz niyə buna qarşılıqlı təsir enerjisi deyirik? Çünki cisimlər həmişə yer kürəsi ilə, planetlə qarşılıqlı əlaqədədirlər. Ona görə də bu enerji adlanır qarşılıqlı təsirin potensial enerjisi. Cismin qarşılıqlı təsirin potensial enerjisi mgh ifadəsi ilə təyin olunur. M-lə düz asılıdır, J-dən H-dır. J-dən düz asılıdır, H-dan düz asılıdır. J soruşa deyə bilərsiniz, J sabit kəmiyyətdir. J-dən necə asılı ola bilər? Deməli, burada söhbət necədir? J nədən asılıdır? Ona baxmaq lazımdır. J bilirik ki, J M bölünsün R kvadratı. Bizim ifadəmiz var da ki, J üçün həmişə yazırdıq ki, J M bölünsün R plus H-ın kvadratı və yaxud da R kvadratı. Deməli, planet üçün planetin kütləsi, radiusu, sıxlığı, bunların hər biri J-yə təsir göstərdiyinə görə, demək, potensial enerjiyə də eyni şəkildə təsir göstərəcək. Gəldi indi elastik yayın potensial enerjisinə. Elastik yayın qarşılıqlı təsirin potensial enerjisidir. Bəli, yayımız da cisimlə qarşılıqlı təsirdə olduğuna görə onun da enerjisi qarşılıqlı təsirin potensial enerjisidir. Y potensial bərabərdir kx kvadratı bölünsün 2 şəklində təyin olunur. Buradan əvəzləmə aparsam, nə edəcəm? Məsələn, deyək ki, x-in əvəzinə f bölünsün k yazıram. Yazanda k-lar ixtisar gedər. Onda y potensial üçün alacaq ki, fx bölünsün 2. Və yaxud da yenə, məsələn, x-in yerinə f bölünsün k yazıram. Alınacaq f kvadratı bölünsün 2k. Deməli, birinci ifadəyə görə y potensial k-dan düz asılıdır. Yəni, söhbət bundan gedir. Buradan gedir. X-dən kvadratik asılıdır. İkinci ifadəyə görə fx bölü 2-yə görə y potensial f-dən düz asılıdır. X-dən asılıdır, düz mütənasib. Və sonuncu f kvadratı bölü 2k-ya görə f-dən kvadratik asılıdır. K-dan isə tərs mütənasib asılıdır. Yenə nə edəcəyik? Baxacaq ki, nəyi sabit veriblər bizə. O sabit olan kəmiyyətə görə, deməli, biz hansı kəmiyyəti sabit veribsə, onun əsasında təyin edəcəyik. Məsəl üçün, deyək ki,
deyir ki bizə yayın sərtliyinin sabit qiymətində gəlin bunu bir qeyd kimi yazaq. Məsələn, yayın sərtliyinin sabit qiymətində deyirsə, demək ki, K bərabərdir. Nədir? Konstantdır. K onda potensial enerjinin, məsələn, deyək ki, nədən asılı olsun? Asılı olsun, məsələn, qüvvədən. Qüvvədən necə asılıdır? Potensial enerji qüvvədən nə cür asılıdır? Bunu istəyirəm. İndi yayın sərtliyini sabit veribsə, demək 3 ifadəmiz var. K, Y potensial, F. Bu üçün əsasında deməli hansı ifadəni götürəcəm? Y potensial bərabərdir F kvadratı böl 2K. Tamam, getdik. Onda buna əsasən görürəm ki, Y potensial asılıdır. F-in kvadratı və yaxud da verilmiş yay deyirsə, yenə potensial enerjini F-dən kvadratik götürəcəksən. Amma səndən məsələn soruşa bilər və yaxud da verə bilər sənə ki, məsələn deyər ki, yayın uzanmasının sabit qiymətində artıq burada nəyi sabit götürəcəksən? X-i konstant götürəcəksən. Onda potensial enerjinin nədən? F-dən asıllığını istəyirik. Necə olacaq? Onda deməli, sənin ifadən olacaq X sabit olduğuna görə Fx bölünsün 2-yə görə götürəcəksən. Demək, ona əsasən Y potensial F-dən artıq asılı olacaq düz mütənasib. Bir sabit verilən kəmiyyətə görə ifadəmiz dəyişə bilər. Və enerjinin saxlanma qanunu. Əgər sistemimizə kənardan heç bir qüvvə təsir etmirsə, sürtünmə qüvvəsi yoxdursa, müqavimət qüvvəsi yoxdursa, o zaman kinetik və potensial enerjilərin cəmi sabit olub, tam mexaniki enerjiyə bərabərdir və bu cəm qiymətcə dəyişmir, konstantdır, yəni sabitdir. Əgər kənardan yenə sürtünmə qüvvəsi və müqavimət qüvvələri olmazsa. İndi gəlin bu misalı biz şaquli yuxarı atılmış hərəkətdə buna baxaq. Deməli, şaquli yuxarı atılmış hərəkət üçün mən baxacağam 3 hala. Birinci halı cismin atılma anı V0 atılma anı. V0 atılma anında cisim yerdə olduğuna görə deməli onun potensial enerjisi birinci halda 0-a bərabər olacaq. Və cisim burada başlanğıcda V0 sürətindən atılıbsa, o zaman o kinetik enerjiyə malikdir. YK0. Cismin kinetik enerjiyə malikdir. Onun kinetik enerjisinin ifadəsi olacaq mv0 kvadratı bölünsün 2, p0 v0 bölünsün 2 və yaxud da p0-ın kvadratı bölünsün 2m. İndi baxırıq nəyə? Bura enerjinin saxlanma qanununu tətbiq edirəm. Nə demişik? Demişik ki, tam enerji bizdə potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Atılma anında potensial enerji 0 olduğuna görə, deməli, onda demək ki, tam enerjimiz elə kinetik enerjinin başlanğıc qiymətidir. Onda deməli nə olacaq? Bizim bu kinetik enerji üçün yazdığımız hər bir ifadə nəyə bərabər olacaq? Tam enerjiyə bərabər olacaq. Gəldik 2 nöqtəsinə. İndi 2 nöqtəsinə biz çatana qədər, deməli, cismin müəyyən qədər sürəti azalır. Cisim müəyyən hündürlüyə malikdir. Əgər hündürlüyə malikdirsə, demək onun potensial enerjisi var. Əgər sürəti varsa, deməli onun kinetik enerjisi var. Onda tam enerjinin, yəni saxlanma qanununa görə kinetik üstə gəlinsin potensial olacaq mv kvadratı bölünsün ki, üstə gəlinsin mgh şəklində təyin olacaq. Bu da oldu nə? Enerjinin saxlanma qanunu. Deməli, indi gəldik 3-cü hissəyə. 3-cü hissədə, yəni 3-cü nöqtədə cisim maksimal qalxma hündürlüyü cisim. Ən təpədə olanda cisim. Ən təpədə olanda cisim bir anlıq dayanır. Əgər dayanırsa, bunun sürəti 0-a bərabər deməli. Deməli, onda orada kinetik enerji 0 olacaq. Onda cisim maksimal qalxma hündürlüyündədirsə, onda Y potensialda maksimum olacaq. Y potensial maksimumdursa, onda enerjinin saxlanma qanununa əsasən potensial enerjinin maksimumu mgh maksimal olacaq. Bu bir. Sonralarım, ikinci olaraq, əgər enerjinin saxlanma qanununu bura tətbiq eləsək, görərik ki, enerjinin saxlanma qanunu kinetikin minimalı, yəni potensial maksimumu, onda kinetikin minimalı burada gedir 0-a yaxınlaşır, qalır potensialın maksimumu, o da bizə nəyi verir? O da bizə verir tam enerjini. Deməli, burada tam enerji mgh maksimal şəklində təyin olunur. İndi istəyirəm sizlə bu şaquli yuxarı atılmış hərəkəti bir-bir analiz edək. Necə analiz edəcəyik? Birinci növbədə,
baxırıq. Demək, cisim yuxarı doğru qalxırsa, bunun hərəkəti, sürəti yavaş-yavaş azalır. Çünki kinetik enerji azalır dedik yuxarı qalxdıqca. Deməli, yuxarı qalxdıqca, deməli, sürətimiz azaldığına görə deməli, V-nin qiyməti azaldığına görə avtomatik nə olacaq? Kinetik enerjinin qiyməti azalmalıdır. Ona görə bizim hərəkətimiz demək bərabər yavaşayan hərəkətdir. Deməli, kinetik enerji üçün də yazmışıq ki, kinetik enerji nəyə bərabərdir? mv kvadratı bölünsün 2. Deməli, onda kinetik enerji ifadəsinə mv kvadratı bölünsün 2-dən kinetik enerji asılıdır sürətin kvadratı ilə. Deməli, əgər sürətin qrafiki düz mütənasib asıllıqdırsa, enerjinin qrafiki olacaq kvadratik asıllıq. Amma hansı kvadratikdir? X-oxun o əksinə olan yavaşın hərəkətə uyğun bir kvadratik. S-in t-dən asılı qrafiki necədirsə o formada. Sonra bu halda cisim yuxarı doğru qalxdıqca cismin hündürlüyü zaman keçdikcə artır. Amma cisim yuxarı doğru qalxıbsa, onun hündürlüyü üçün mən necə yaza bilərəm düsturu? Yazmışıq ki, h bərabər v0t çıx gt kvadratı bölünsün 2-dir. Deməli, yavaşayan hərəkətin qrafiki. Potensial enerji üçün nə yazmışıq? mgh yazmışıq. Demək, onda h-ın qrafiki nə tərdirsə, potensial enerjinin qrafiki yenə eyni şəkildə olacaq bizdə. İndi gəldi hərəkətin ikinci hissəsinə. Cisim yuxarı qalxdı 3 nöqtəsindən, oradan artıq geri düşür təzədən bir də. Oradan geri düşürsə cisim, artıq başlanğıc sürəti olmayan və bərabər yeyinləşən hərəkət edəcək. Ona görə zaman keçsə sürətin qiyməti artacaq. Qrafikin baxın bu hissəsi olacaq. Qrafikin bu hissəsi olacaq. Deməli, sonradan ona əsasən bizim kinetik enerjimiz də artacaq. Yenə qrafikin bu hissəsi. Aşağı doğru düşdükcə hündürlüyün qiyməti azalır. Amma hərəkət yeyinləşənə oxşar şəkildə olacaq. Qrafikimiz görürsünüzsə, potensial enerjinin qrafiki yenə eyni şəkildə olacaq burada. Təbii ki, tam enerji, onun qrafiki isə heç nədən asılı deyil. Tam enerji daim sabitdir. Mən həmişə uşaqlara deyim, tam enerji cooldur. O, heç kimdən asılılığı yoxdur. Özü üçün yaşayır o. İndi gəlin, bir iki dənə enerji ilə bağlı suallara baxaq. Məsələn, deyir ki, mv0 kvadratı bölü 2 çıxılsın mgh bizə nəyi verir? Deməli, bu bizə nəyi verəcək? İndi, belə deyək. Bu birinci halda mv0 kvadratı bölünsün 2. Əgər çıxma işarəsini harada gördünüzsə, bil ki, birinci verilən sənə həmişə tam enerjidir. mgh-dan nə demişik? Potensial. Tamdan potensial çıxsan nə alacaqsan? Kinetik enerji. İkinciyə baxırıq. mgh maksimal. Çıxma görürəm. Çıxma görən kimi demək, birinci yazıram nə? Birinci yazıram tam enerji. Bu, eyni zamanda potensial enerji maksimum qiymətdir, əlbəttə ki. Çıx, p kvadratı bölünsün 2 nədir? Bu bizdə kinetik enerjidir. Tamdan kinetik çıxdım, nə aldım? Potensial enerji. Sonra gəldim yenə. Çıxılsın. Yenə çıxma var. Demək, birincisi nədir? Tam enerji. Çıxdım, PV bölünsün ki, kinetik enerji. Nəyi verir? Potensial enerji. Hansı qiyməti? Ani qiyməti. Məsələn, başqa bir misal deyək. Deyək ki, məsələn, vermişik, bizə verib belə. Məsələn, p kvadratı bölünsün 2m, üstə gəlinsin mgh. Məsələn. Deməli, sən baxan kimi bilirsən ki, bu səndə kinetik enerjidir. Bu da səndə potensial enerjidir. Aha, deməli, bunların cəmi olmalıdır nə? Tam enerji. Gördüyün ki, cavabların içərisində tam enerji yoxdur. Hə, cavabların içərisində nə ola bilər? Ola bilər tam enerji. Sonra cavabların içərisində ola bilər. Məsələn, kinetik enerjinin maksimum qiyməti və ya da başlanğıc qiyməti də ola bilər. Və ya da cavabların içərisində ola bilər. Məsələn, potensial enerjinin maksimum qiyməti. Bunlar da ola bilər yəni. Maksimum qiymət. Yəni, illa da tam enerji axtarmayın hər dəfə. Maksimumlar da ola bilər yəni. İndi əgər cismimiz bərabər yeyinləşən hərəkət eləyirsə,
Onda V bərabərdir. Məsələn, üfüqi hərəkətdən söhbət gedir. V bərabərdir AT. Onda kinetik enerjinin ifadəsi mv kvadrat bölü 2 olduğuna görə olacaq ma kvadratı t kvadratı bölünsün 2. Buradan deməli kinetik enerjinin nədir? Kinetik enerjimiz zamanla deməli kvadratik asılıdır. Belə götürmək olar yəni. Əgər cisim bərabər sürətli hərəkət edirsə, demək ki, sürət sabitdir. Cismin sürəti sabitdirsə, avtomatik kinetik enerjidə mv kvadratı bölünsün 2-dir, bayaqlarını yazmışıq. Ona görə avtomatik kinetik enerji də sabitdir. Yəni kinetik enerjinin dəyişməsi yoxdur, dəyişmə sıfıra bərabərdir. İndi bir şeyə baxaq. Əgər cisim şaquli aşağı düşürsə, deyək ki, başlanğıc sürəti sıfırdır, V0 sıfırdır. Cisim düşdüyü zaman müəyyən yer dəyişmə icra edir. Buna deyirəm H düşdüyü məsafə yer dəyişmə. Müəyyən H hündürlüyündən düşür və deyir ki, cismin məsələn deyək ki, potensial enerjisini təyin elə və yaxud da potensial enerjinin zamandan asılı qrafiki misal üçün yaz. Sən bunu necə təyin edəcəksən? Sən bunu təyin edəndə belə təyin edəcəksən. Bir dəqiqə. Deməli, Y potensial mgh-dır. Bizim h-ımız bəs nədir? Bizim h-ımız burada, bax bu h, bizdə böyük h çıxılsın, h düşmədir. Uşaqlar çox vaxt qarışdırırlar. H-ın yerinə yazırlar gt kvadratı bölünsün ki, gt kvadratı bölünsün 2-ni yazan kimi, o zaman sənin qrafikin olmalıdır kvadratik. Yəni, səndə gəlib çıxmalı kvadratik qrafik. Amma elə deyil axı. Görürük ki, burada Y potensial mg h çıxılsın, h düşmə. H düşməli yenə gt kvadratı bölünsün. 2-ni təzədən bir də biz yazsaq, onda mg vurulsun, h çıxılsın, gt kvadratı bölü 2 olacaq. Deməli, mən buradan görürəm ki, deməli, potensial enerji asılıdır mənfi t kvadratı ilə. Yəni, sənin düşdüyü zaman qrafikin, məsələn, necə olacaq? Y potensialın zamanla. Qrafikimiz olacaq, bax, belə bir qrafik olacaq qrafikimiz. Ona görə, həmən o mənfi işarəsinə görə elə olur. İndi, elastiki toqquşmalar üçün enerjinin saxlanma qanunundan danışıq. Elastiki toqquşma nə deməkdir? Cisimlər bir-birindən toqquşurlar, toqquşduqdan sonra ayrılırlar. Burada həm impulsun saxlanma qanunu ödənilir, əvvəlcədən demişdik, həm də eyni zamanda enerjinin də saxlanma qanunu ödənilir. Deməli, enerjinin saxlanma qanunu Y1 üstə gəlir, Y2 bərabərdir, Y1-in kvadratı üstə gəlinsin, Y2-in kvadratı. Təbii ki, aça bilərsən, bunlar yaza bilərsən, MV1-in kvadratı üstə gəlir, MV2-in kvadratı və s. və s. Bu formada belə yazmaq olar. İndi, burada maraqlı olan qeyri-elastiki toqquşmadır. Bizə məsələlər düşəndə əsasən qeyri-elastiki toqquşma ilə düşür. Və dim test toplusunda buna aid bir ya da 2 dənə sual çıxır qabağımıza. Cisimlərdən birinin sürəti V1, o birisinin sürəti V2. Toqquşdular, toqquşmadan sonraki bulanın sürəti V. Biz qəbul edəcəyik. İndi, toqquşmadan qabaq, əgər mən sistemin enerjisini, yəni mexaniki enerjisini yazıramsa, o zaman Y1 üstə gəl Y2 olacaq. İndi, onda Y1 ilə Y2-nin ifadələrini yerinə yazsaq, M1 V1 kvadratı bölü 2 üstə gəl M2 V2 kvadratı bölünsün ki. Toqquşmadan sonra, indi burada enerji saxlanma qanunu ödənmir axı. Niyə? Çünki qeyri-elastiki deyirəm. Qeyri-elastiki toqquşma zamanı müəyyən qədər enerji itkisi var. Həmən enerji itkisi də nə edir? Cismin mexaniki enerjisinin bir hissəsini daxil enerjiyə çevirir. Hətta cisimlər müəyyən qədər temperaturlara dəyişir. Ona görə toqquşmadan sonraki enerji M1 üstə gəlir M2 vurulsun V kvadratı bölünsün 2 ilə təyin olunacaq. Yaxşı, belə bir sual deyək. Bəs yaxşı, bu V sürətini necə təyin edirəm? V sürətini təyin etmək üçün düsturumuz var idi. Bunlar eyni istiqamətli hərəkətdir. Yadımızdadırsa, belə bir düsturumuz var. Deməli, V üçün V bərabərdir. M1 V1 çıx M2 V2 təbii ki, modulda bölünsün. M1 üstə gəl M2. Bu düsturu yaza bilərik V-ni tapmaq üçün. Və bunları da aparıb yerinə yazandan sonra onun da enerji dəyişməsi üçün biz alacaq ki, enerji dəyişməsi Y sonraki enerjidən qabaqçı enerjini çıxırıq. M1 üstə gəl M2. Deməli, Y sonrakıdan qabaqçını çıxırıq. Onlar da çıxandan soramlarım. Yəni, bu enerjidən fərqinə baxacaq soramlarım deməli. Olacaq bu formada.
Sağ olun, təşəkkür edirəm.